Bir çoxlarımızın uşaqlıqda ən böyük arzularından biri böyüdükdə maşın sahibi olmaq idi. Bəzilərimiz bu arzusuna çatsa da, bəzilərimiz hələ də bunun üçün çalışır. Müasir dünyada maşın qiymətləri müxtəlif çeşidliliyə sahibdir. Artıq bəzi maşın loqolarını gördükdə ağlımızda qiyməti ilə bağlı müəyyən bir fikir yaranır. Bəs bu loqolar nəyi simvolize edir? Necə yaranıblar? Niyə belə dizayn olunublar? Bugün bunlar haqqında danışacağıq. Rolls-Royce. Rolls-Royce dünyanın ən lüks avtomobil və mühərrik istehsalçılarından biridir. 1906-cı ildə Charles Royce və Henry Royce tərəfindən Böyük Britaniyada təsis edilib. Şirkət premium sinif avtomobillərlə yanaşı aviasiya və dəniz mühərrikləri də istehsal edir. Hazırda Rolls-Royce Motor Cars brendi BMW qrupa məxsusdur və Phantom, Ghost, Wright, Cullinan, Spectre kimi modellər istehsal edir. Şirkət öz avtomobillərində əl işi ilə hazırlanan lüks interyer, səssiz mühərrik və xüsusi fərdiləşmə imkanları ilə tanınır. Rolls-Royce'un ikonik loqosu isə iki əsas elementdən ibarətdir. RR monoqramı və Spirit of Ecstasy heykəlciyi. RR monoqramı şirkətin təsisçiləri olan Charles Royce və Henry Royce'un soyadlarının baş hərflərini əks etdirir. Onların əməkdaşlığı və mükəmməlliyi olan ortaq bağlılıqları bu monoqram vasitəsilə vurğulanır. Spirit of Ecstasy heykəlciyi isə 1911-ci ildən bəri Rolls-Royce avtomobillərinin ön hissəsini bəzəyir. Bu heykəlcik sürət, gözəllik və azadlığı təmsil edir. Heykəlciyin dizaynı model Eleanor Thorntonun təsviri əsasında hazırlanmışdı. Bu elementlərlə birlikdə Rolls-Royce lüks keyfiyyətin və mükəmməlliyin dəyərini simvollaşdırır. Mercedes-Benz. Mercedes-Benz dünyanın aparıcı lüks avtomobil və avtomobil texnologiyaları istehsalçılarından biridir. Şirkət 1926-cı ildə Karl Benz və Gottlieb Daimler tərəfindən Almaniyada təsis edilib. Mercedes-Benz sedan, SUV, idman avtomobilləri və elektrik nəqliyyat vasitələri daxil olmaqla geniş model çeşidliliyinə malikdir. Məşhur modellərinə S-Class, Y-Class, G-Class, Maybach və EQ seriyası daxildir. Mercedes-Benz innovasiya və texnologiyaya verdiyi önəm ilə avtomatik idarəetmə, elektrik mühərrikləri və təhlükəsizlik sistemlərində lider markalardan biridir. Mercedes-Benz loqosunun üç şaxəli ulduz dizaynı 1909-cu ildə Gottlieb Daimler'in oğulları Paul və Adolf Daimler tərəfindən yaradılmışdır. Onlar atalarının 1872-ci ildə anasına göndərdiyi bir kartpostaldakı fabrikin yerini göstərmək üçün çəkdiyi ulduzu ilham almışdılar. Mercedes-Benz loqosu üç şaxəli ulduzdan ibarətdir və markanın quru, hava və dəniz nəqliyyatındakı üstünlüyünü simvollaşdırır. Bu loqo şirkətin hər üç sahədə fəaliyyətini göstərmə arzusunu və texnoloji üstünlüyünü əks etdirir. Loqo 1909-cu ildə Daimler Motoren Gesellschaft tərəfindən qeydiyyata alınmışdır. 1926-cı ildə Benz ilə birləşdikdən sonra Mercedes-Benz markasının rəsmi simvolu olmuşdur. Bentley. Bentley Motors Böyük Britaniyada lüks avtomobil istehsalçısıdır. Şirkət 1919-cu ildə Walter Owen Bentley tərəfindən təsis edilib. Lüks, sürət və əl işi detalları ilə tanınır. Bentley'nin məşhur modelləri Continental GT, Flying Super və Bentayga daxildir. Şirkət əsasən V8 və W12 mühərriklərinə üstünlük verir və avtomobillərini İngiltərədə əl işçiliyi ilə istehsal edir. Hazırda Bentley Volkswagen qrupa məxsusdur. Premium avtomobil bazarında Rolls-Royce və Mercedes Maybach kimi markalarla rəqabət aparır. Şirkət həmçinin elektrikli avtomobillər və hibrid texnologiya üzərində də işləyir. Bentley loqosu mərkəzində B hərfi olan dairəvi bir emblem və onu əhatə edən iki tərəfli qanadlardan ibarətdir. Bu dizayn sürət, güc və hərəkət azadlığını simvollaşdırır. Mərkəzdəki B hərfi markanın təsisçisi Walter Owen Bentley'nin soyadını təmsil edir. Qanadlar isə Bentley avtomobilinin yüksək sürət və performansını ifadə edir. Lamborghini. Lamborghini dünyadakı ən prestijli və sürətli idman avtomobillərinin istehsalçılarından biridir. Şirkət 1963-cü ildə Ferruccio Lamborghini tərəfindən İtaliyada qurulub. Onun məqsədi Ferrari'yə rəqib olaraq daha güclü və daha dəbli avtomobillər istehsal etmək idi. Lamborghini'nin məşhur modellərinə Aventador, Huracan, Revuelto və Urus daxildir. Hazırda Lamborghini Volkswagen qrupa məxsusdur və Audi tərəfindən idarə olunur. Şirkət həmçinin hibrid və elektrik super avtomobillərin üzərində də işləyir. Lamborghini loqosu qara fon üzərində qızıl öküz təsviri ilə tanınır. Öküz təsviri həmçinin güc, dözümlülük və sürəti ifadə edir. Ferruccio Lamborghini'nin öküz döyüşlərinə olan marağı da bu loqonun dizaynına ilham vermişdir. Ferrari. Ferrari İtaliyanın ən məşhur lüks idman avtomobillərini istehsal edən istehsalçılardan biridir. Enzo Ferrari 1939-cu ildə Ferrari markasını qurmuşdu. İlk dəfə 1947-ci ildə Ferrari adı altında avtomobil istehsalına başlandı. Şirkət Formula 1 yarışlarında qazandığı uğurlarla da tanınır. Ferrari avtomobilləri yüksək performans, gözəl dizayn və əl işçiliyi ilə fərqlənir. 488, F8 Tributo, Roma, 812 Superfast,
LeFerrari kimi modellər Ferrari'nin prestijini təmsil edən əsas avtomobillərdir. Ferrari'nin rəngləri olan qırmızı və sarı markanın enerjisini, gücünü və İtalyan estetikasını təmsil edir. Şirkət Ferrari Challenge və Formula 1-dəki uzun müddətli mübarizələri ilə tanınır. Ferrari loqosunun mənası zəngin bir tarixə dayanır. Loqoda qara rəngdə tullanmış at təsviri yer alır. Bu at 1-ci Dünya müharibəsi dövründə məşhur İtalyan pilotu Francesco Baracca tərəfindən istifadə olunurdu. Baracca'nın valideynləri ilə tanış olan Enzo Ferrari onların tövsiyəsi ilə bu simvol avtomobillərinin emblemi olaraq qəbul etdi. Loqonun sarı fonu Enzo Ferrari'nin doğulduğu Modena şəhərinin rəngini təmsil edir. Üst hissədəki yaşıl, ağ və qırmızı zolaqlar isə İtaliya bayrağının rəngləridir. Bu da markanın İtalyan mənşəyini vurğulayır. Bugatti fransız lüks avtomobil istehsalçısıdır. 1909-cu ildə Ettore Bugatti tərəfindən qurulub. Şirkət yüksək sürət və incə mühəndisliklə tanınır və avtomobillərini mükəmməl dizayn və performans ilə birləşdirir. Bugatti'nin ən məşhur modeli Veyron'dur. Veyron 400 km/saatdan çox sürət həddinə çatan ilk istehsal avtomobili kimi tarixə düşüb. Hazırda Chiron və Divo kimi modelləri ilə tanınır. Bugatti Volkswagen qrupa məxsusdur. Hələ də lüks idman avtomobilləri istehsalında ən yüksək texnologiya standartlarını qorumağa davam edir. Bugatti loqosunun dizaynı və mənası haqqında bəzi məlumatlar mövcuddur. Loqo qırmızı oval şəklindədir və gümüş çərçivə ilə əhatə olunub. Çərçivənin üzərində bərabər ölçülü 60 qırmızı nöqtə yerləşir. Loqonun mərkəzində Bugatti sözü və Ettore Bugatti'nin EB monoqramı yerləşir. Bu loqo markanın qurucusu olan Ettore Bugatti'nin atası Carlo Bugatti tərəfindən hazırlanmışdır. Qırmızı rəng markanın ehtirasını və gücünü təmsil edir. Ağ rəng zərifliyi və incəliyi simvollaşdırır. Qara rəng prestiji və cəsarəti ifadə edir. Çərçivədəki 60 nöqtə müasir sənət cərəyanlarına istinadən, həmçinin mexaniki hisslər arasındakı davamlı əlaqəni təmsil edir. Bu loqo markanın tarixində heç vaxt dəyişdirilməyib. Şirkət qurulandan bu yana istifadə olunmağa davam edir. Audi Almaniyanın lüks avtomobil istehsalçılarından biridir və Volkswagen qrupa məxsusdur. Şirkət 1909-cu ildə August Horch tərəfindən təsis edilib. Audi texnologiya ilə irəliləyiş şüarı ilə tanınır və həm dizayn, həm də texnologiyada yüksək standartlara malikdir. Audi'nin əsas modellərinə A3, A4, A6, A8, Q5, Q7, Q8 və R8 daxildir. Şirkət həmçinin elektrikli və hibrid avtomobilləri də istehsal edir. Bunlara Audi e-tron və Q4 e-tron da daxildir. Audi loqosundakı 4 halqa Auto Union adlı birliyin təmsilidir. Bu birlik 1932-ci ildə Audi, DKW, Horch və Wanderer markalarının birləşməsi ilə yaranmışdır. Hər bir halqa bir markanı təmsil edir və onların birliyini simvollaşdırır. Bu loqo markaların birləşməsini və birlikdə əldə etdikləri gücü ifadə edir. Maserati İtaliyanın lüks və idman avtomobil istehsalçısıdır. Şirkət 1914-cü ildə Alfieri Maserati və qardaşları tərəfindən Modena İtaliyada qurulub. Maserati sürət, zəriflik və mühəndislik mükəmməlliyi ilə tanınır. Maserati'nin məşhur modellərinə Ghibli, Levante, Quattroporte və MC20 daxildir. Şirkət həmçinin elektrikli və hibrid avtomobillərə keçid etməyə də başlayıb. Maserati loqosunun mənası markanın tarixi ilə sıx əlaqəlidir. Loqoda Bologna şəhərinin məşhur Neptun fontanından ilham alınaraq hazırlanan üstişli nizə təsvir edilib. Bu Neptunun dəniz üzərindəki hakimiyyətini simvollaşdırır. Loqonun dizaynı zamanla inkişaf edib. Əvvəlcə düzbucaqlı formada olan loqo 1931-ci ildən etibarən oval şəklində hazırlanıb. Bu oval forma markanın Tipo 26 modellərinin şəssilərinin kəsişmə hissələrini təmsil edir. Loqonun rəngləri də xüsusi mənaya malikdir. Mavi və qırmızı rənglər Bologna şəhərinin rəsmi rənglərini simvollaşdırır. Ümumilikdə Maserati loqosu markanın mənşəyini, gücünü və zərifliyini əks etdirən zəngin bir simvoldur. Toyota Yaponiya mərkəzi dünyanın ən böyük avtomobil istehsalçılarından biridir. 1937-ci ildə Kichiro Toyota tərəfindən qurulmuşdur. Toyota çoxsaylı avtomobil modelləri yüksək keyfiyyəti və etibarlılığı ilə tanınır. Toyota'nın məşhur modellərinə Corolla, Camry, Prius, RAV4, Land Cruiser və Hilux daxildir. Şirkət həmçinin hibrid və elektrikli avtomobillər sahəsində də böyük irəliləyiş əldə edib. Bu sahədə xüsusilə Toyota Prius ən tanınmış modellərdən biridir. Logosunda 2 elips yerləşir. Biri Toyota'nın xarakterini, digəri isə müştərilərin məmnuniyyətini simvollaşdırır. Logoda 3 ovalın birləşməsi yer alır. 2 kəskin daxili oval. Bu ovallar müştərilərin və Toyota məhsullarının ürəklərinin birləşməsini təmsil edir. Üçüncü xarici oval isə Toyota'nın qlobal dünyadakı mövqeyini və genişliyini simvollaşdırır. Bu dizayn həmçinin loqonun içərisində Toyota adının latin hərfləri ilə ifadə olunduğunu göstərir. Volkswagen Almaniyanın ən böyük avtomobil istehsalçılarından biridir və 1937-ci ildə Ferdinand Porsche və Adolf Hitler tərəfindən qurulmuşdur. Şirkət xalq avtomobili anlayışı ilə tanınır və iqtisadi, etibarlı, geniş istifadəyə yararlı avtomobillər istehsal edir. Volkswagen'in Golf, Passat, Polo, Tiguan və Jetta kimi modelləri məşhurdur.
Şirkət həmçinin yük maşınları və kommersiya avtomobilləri də istehsal edir. Volkswagen qrup altına bir çox digər markalar da daxil edir. Bunlara Audi, Porsche, Lamborghini, Bentley və Bugatti də daxildir. Volkswagen loqosunun mənası markanın adının tərkibində iki alman sözü olan Volks və Wagen ifadələrinin birləşməsindən yaranır. Loqoda V hərfi Volks sözünü, W hərfi isə Wagen sözünü təmsil edir. Bu hərflər dairəvi bir çərçivə içərisində yerləşir və markanın adını vizual olaraq əks etdirir. Loqonun rəngləri olan mavi və ağ peşəkarlığı və etibarlılığı simvollaşdırır. Video isə burada sona çatır dostlar. Əgər bu videonun part 2-sini istəyirsinizsə, videonu bəyənməyi və rəylərdə hansı loqonun mənasını öyrənmək istədiyinizi yazmağı unutmayın.